Hər vaxtınız xeyir olsun. Əziz həmvətənlərim, Azərbaycanda olanlar, Azərbaycandan kənarda olanlar, Rusiyada, Avropada, Türkiyədə, Ukraynada və başqa bütün ölkələrdə hamınızı salamlayıram. Amma salamlarım haram yeyənlərə aid deyil. O Azərbaycanda oturub isti kreslolarda, rahat kreslolarda oturub milləti təhqir eləyənlərə aid deyil salam. Onlara salam düşmür. Həmin o milləti təhqir eləyən sonuncu, ona mən nə deputat, nə də millət vəkili demək istəmərəm. O millətin vəkili ola bilməz. O kiminsə vəkilidir, millətin yox. Ona bir-iki sözüm var. Əgər o azca anlayışı, savadı, düşüncəsi varsa, bir fikirləşsin ki, nəyə görə bir millətin cavanı, qocası, orta yaşlısı, qadını ölkəni tərk eləyib, gedib başqa ölkələrdə yerləşib. Nəyə görə? Bu haqda fikirləşir heç o. Nə üçün gedib? Nə üçün adam evini atıb, evini tərk eləyib, ölkəsini tərk eləyib, harası getməlidir? Buna bir səbəb olmalıdır axı. Amma hal-hazırda və uzun illərdir ki, bunun bircə səbəbi var. Bunu da hamı bilir və bu çıxış eləyənlər, həmin o məxluqa cavab verən oğlanlar hamısı da deyir, bunun səbəbi nədir? Hamı bilir bunu. Bir çörək dalıca düşüb, özdə yola düşərkən də qarşıda onun nələr gözlədiyini bilməyərək yola çıxır o. Yəni ki, təsəvvür edin ki, o adam əvvəlcədən bilmir ona yaxşı olacaq, pis olacaq, evini dolandıra biləcək ya yox. Çıxış yolu tapmayaraq sonuncu varianta əl atıb evini, ölkəsini tərk edib gedir. Gedir ki, çünki başqa yolu yoxdur. Elə hala salınıb ki, o insanlar, onun başqa heç cürə çıxış yolu görmür. Ya iki yol ola bilər, var bir çıxışı. Ya özünü öldürməlidir, dözə bilməlidir ki, uşağı, ailəsi ondan çörək istəyir, onu edə bilmir. O adam mərddir, bacarıqlıdır. Sadəcə elə şərait yaradılıb ki, o insanlar üçün, o sadəcə heç cürə eləyə bilməz, mümkünsüz hala düşüb. Ya özünü öldürməlidir, ya da çıxıb arası getməlidir ki, gedim, bəlkə haradasa mən bir şey əldə eləyə biləcəm, evimi saxlaya biləcəm. Və elə o millətin evladları, həmin o məxluqun dediyi kimi, ona insan demərəm mən, dediyi kimi, Rusiyada, başqa ölkələrdə yerləşib işləyirlər. Bəli, bazarlarda da işləyirlər, tikintidə də işləyirlər, polisdə də, dövlət idarələrində də böyük iri biznesləri olanlar da var. Və hamısı bu millətin evladlarıdır və onlar ancaq hamısı, çoxu 99% bir səbəbdən o ölkəni, Azərbaycanı tərk ediblər. Çörək dalıca çıxıblar onlar evdən, ölkədən. Ailəsini dolandırmaq üçün çıxıblar ölkədən. Ali təhsillisi, elmlər namizədi də tanıyıram. Bu milləti bu günə qoyub, sonra üstündən də onu təhqir eləyirsən. Səni kimlər qoyub onu, bu milləti bu günə? Onu təhqir eləyirsən. Burada min cürə əziyyətlərlə Rusiyanın soyuğuna, şaxtasına, əziyyətinə, necə deyərlər, hər cürə mərhumiyyətlərə dözərək, çətinliklərə dözərək, doğrudur, Rus xalqının münasibəti elə də müsbətdir və bu şeylərə dözərək burada çörək qazanmağa gəliblər ki, ailəsini saxlaya bilsin. Bu insanlara atxot demək olmaz. Onlar qeyrətli insanlardır ki, düşüblər çölə, ailəsini çörəksiz qoymamaq üçün. Hansı ki, o dövlət çörəksiz qoyur, çörəyə möhtac eləyib o ailələri, insanları.
O kişilər, o oğlanlar, o qadınlar düşüb çölə ki, onların qeyrəti var ki, o ad saxlamağa dözə bilmir ailəni. Və gedir, işləyir, hər cürə işə gedir, işləyir ki, pul qazanım, mən göndərim, ailəm dolansın. Atxot o insanlardır ki, hələ buradan qazanılıb, o əziyyətlə qazanılıb göndərilən pullar gedib adresinə, ailəyə çatandan sonra hansısa bir idarəyə işi düşəndə, müraciət eləyəndə o göndərilmiş pullardan rüşvət də alıb yeyirsiniz. Bax, atxot onlardır. Atxot sizlərsiniz ki, bizim göndərdiyimiz, ailəmizə göndərdiyimiz pulların atxotlarıyla, o pulların atxotları ilə dolanırsınız siz. Onu da qoymursunuz ki, o ailədə, o göndərilən pul bütün o ailədə qalsın, o ailənin xərclərinə xərclənsin, ehtiyaclarına xərclənsin. Atxot o insanlardır. Bax, onlara demək lazımdır atxot. Çörək qazanan insan atxot ola bilər. Pul qazanmaq istəyən, evini, ailəsini saxlamaq istəyən adam atxot ola bilər. Şərəfsiz. Bütün millət sənə tüpürür, utan yerə gir. O Hollandada yaşayan qardaşımız dediyi kimi, bu yerə soxum sənin. Boyun varsa. Tüpürsün sənə bütün millət. Onsuz da tüpürürlər də. Yəqin ki, izləyirsən sən də YouTube'dan bu cavabları. İzlə sənə ləzzət eləyəcək. Səni kimi beqeyrətə belə şeylər ləzzət eləyir yəqin. Xoşuna gəlir. Qoy yazsınlar uşaqlar, qoy göndərsinlər cavablar sənə. Əclaf.